obasının hörmət qoyan kişidir. Manaf yaxşı kişidir. Amma Manafın ən pis cəhəti budur ki, Manaf lazım olmayan insanlara bəzən lazım olduğundan qat-qat daha dəyər verir və bu da Manafı uçuruma gətirir. Dost tərəfindən vurulur, nə bilim, Manaf lazım olmayan adama görə gedər ki, məsələn, ağız açar, mənim haqqım var ha Manafa deməyim, çünki o mənim üçün bir ağsaqqaldır, hörmət edir Manafa, Manafın pulu var, özünə sağ olsun, mənim Manafdan işim keçmir, onun da məndən. Mən tolikam, o da Manafdır, yeri gələndə mən heç kimin maşası deyiləm, amma Manaf yaxşı kişidir. Və Manafın ürəyi yufqadır. Ona gecə zəng vurur ki, filan müğənni mənim xətrimə döyüb, gəl verilişdə bizi bağlı, sənə görə gələcək. Deməyəcək ki, o məndən sənətdə də aşağıdır, səviyyədə də almıyor. Gedəcək, özünü pis eləyəcək. Bilirsin, yaxşı ifaçı olmaq olar. Yaxşı insan olasan birinci gəlir, yaxşı aparıcı olmaq olar, yaxşı insan olasan, ürəyində əli rəhmi olsun. Və günlər, bu günləri heç kim nəfəsin hansı səs diapazonuna uyğun olduğunu müzakirə edelim. Mənim çox xoşuma gəlir. Burada bütün xanəndələrə çox sağ ol deyirəm ki, yəni birinci dəfədir gör. Çünki Vəfa Dilbərimi oxuyanda bütün opera, babalet teatrı qalxdı ayağa. Hamı başladı ki, o ay balam. Vaxtında bizim böyük sənətkarlar xalq artistlərdə əlinə qalan alıb bir parça oxuyublar. O deməydim ki, onlar xanəndədirlər.